Salam, hörmətli izləyicilər. Yosif Vissarionov Stalin haqqında bəzi maraqlı məlumatları sizin nəzərinizə çatdırıram. Stalin uşaq vaxtı sol qolundan zədə aldığına görə, deməli, hərbiyə çağırılan zaman o yararsız kimi qeyd olunub. Stalin haqqında Trotski belə bir fikir bildirmişdi ki, o heç bir xarici dil bilmir. Lakin sonradan məlum olmuşdur ki, Stalin bir neçə xarici dil bilir və onun kitabxanalarında Macar və Fransız dillərində olan kitabların və qeydlərin olması belə bir əsas verir ki, o bu dilləri bilirmiş. Stalinin ali təhsili olmayıb, bunu hamı bilir. Lakin buna baxmayaraq o 1912-ci ildə Pravda qəzetinin redaktoru vəzifəsində çalışıb və eyni zamanda o həm də Bakıda çıxan İskra qəzetində məqalələr yazırdı. Stalin 1927-ci ildə deməli dövlət məmurlarının bağ evləri barədə xüsusi göstəriş verir. Belə ki, bu göstərişə əsasən bağ evlərinin otaq sayı 4 otaqdan artıq olmamalıdır. Stalinin ümumiyyətcə özünün şəxsi kitabxanası yaratması elə bir təşəbbüsü olmayıb, lakin onun özünün deməli 10 mindən artıq kitabı olub və hər gün 300-400 səhifə kitab oxuyurmuş. Stalin 8 dəfə həbs olunub və 4 dəfə həbsxanadan qaçmağa nail olub. Stalinin üst geyimlərində xüsusi gizli olaraq deməli ciblər olubdur ki, bunun da sirrini ancaq onun deməli dərcisi bilirmiş. Stalin həm də öz şəxsi əşyalarına qarşı çox diqqətçil imiş və belə ki, o asılqanı deməli evində istifadə edən zaman üst paltarlarını asdığı asılqandan hətta öz ailə üzvlərini də istifadə etməyə icazə vermirmiş. Ev çəkələkləri bir gün Soçidə istirahət edən zaman yaddan çıxaraq evdə qalır və sonradan həmin çəkələkləri təyyarə ilə Soçiyə göndərməli olurlar. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.